cəsarətiniz vardısa, türlüğünüz vardısa, kişiliğiniz vardısa 40 milyon Türk'ün adını çəkin. 40 milyon deyirəm, adını çəkin. Amma məsələ budur ki, demək ki, Azərbaycanın güneyinə rəsətə yazıb, orada demək ki, bir racon kəsmək, ey güneylilər, siz cəsarətiniz vardısa, türlüğünüz vardısa, kişiliğiniz vardısa 40 milyon Türk'ün adını çəkin. 40 milyon deyirəm, adını çəkin. Gördünüz o şapalaq Urumiyədə nə Kürt qaldı, nə irtica, nə molla, nə filan. Dalı gələcək bunun, ardı gələcək bunun. Ona görə qorxurlar, demək ki, Ommanda, Məsqətdə gizlədirlər çox söhbətləri. Danışıqların çox, söhbətin çoxu gizli qapılar arxasında gedir, qapalı qapılar arxasında gedir. Tehran rejimi təhsil o füzə, elə bilirsiniz ki, Xameneyi qorxur ki, 5 dənə füzə şahara deyil, mənim başıma vurmun. İran adlanan yer, harasına vurursunuz, vurun. Haranı dağıdırsınız, dağıdın. Amma məni vurmayın, mənim hakimiyyətim qalsın. Bunlar da deyirlər, hamısı. Trump təzə gəlib, 40 ildir, hələ bu yaxın 40 ildə daxil, xaric, bunların hamısı ta Pentagona kimində getdi, soxuldular bu farslar, casusları, Ağ Evə, Xarici İşlər Naziri Nəcək. Amandır, Dəbərtmöyünü İran adlanan yer parçalanacaq, tamamiyyəti ərzi gedəcək. Tehran rejimi də, bax bu rejimdə başda qoyub ki, bizim tamamiyyət ərzi İran adlanan yerin bütövlüyü birinci qorunun. Orada da füzə-müzə söhbət deyil, elə söhbət deyil. Aynən demək ki, nüvə başlıqla füzələr, demək ki, filan, onlar hamısını bura Amerika hamarlayıb, İsrail də bilir hardadılar. Məsələ budur, burada millətlər söhbətidir, içəridən söhbət gedir. Trump adı nədir? Xameneyi. Xameneyi keçən həftə danışanda açıq dedi. Dediblər, xaricdə bir şey eləməyəcəklər, çünki mallalar o cür qanat açanda güclü görsənirlər. Vay, bunlar nə qorxaqdılar. Nə qədər ki, şarlatandılar, cinayətkardılar, belə də qorxaqdılar. Amerika ilə İngilisin qabağında da bunlar qulağı kəsilmiş tula kimi bir şeydilər. Onların qarşısında bilirlər nə eynəyərlər. Nə silahımız var. Bu günləri Xameneyi çıxış edirdi. O İnqilab Qvardiyasının cinayətkarlarına deyir ki, silahları gücləndirir. Hansı silahdan danışırsan sən? Hansı silahdan danışırsan? Amma məsələ budur. Deyir ki, bu İran adlanan yerdə Dəbərtmöyün. Dəbər söz, bu palaz 7 yerdən cırıqdır. Bu cələk olacaq bu. Və burada əsas aparıcı millət kimdir? Azərbaycan türküdür. Və biri də bu millət bu türkün varlığına, gücünə, iradəsinə və demək ki, aşkarlığa çıxanda bunun varlığından qorxurlar. Səndə qorxu var. 6 milyon çıxdı, Sovetə meydan oxudu, əli yalın. Qara yanvarlar yaratdı. 30 ildə didişdi. Dövlətini yarattı. Türkiyə zərərlilədirmi? Deyir. Doğu Türkistana zərərlidir Türkiyənin, Azərbaycanın quzeyinin bağımsızlığı. Dünyaya zərərlidirmi? Kimə zərərlidir? Hayır, heç kəsə zərər verməyib ki. Bu günləri Azərbaycan, böyük Azərbaycanın, 40 milyonluq Azərbaycanın toprağı yerində filan yerində qapalı qapılar arxasında baxırsan danışıqlar gedir ki, yəni demək ki, fitva verirlər ki, üzü ayna. Hara itələyirsiniz bunları, bu Kürtləri? Dəyərli dostlar, hər kəsə salamlar və saygılar. Növbəti bir verilişlə bu axşam bərabər birlikdəyik. Xoş gördük, əziz və dəyərli Teba TV ailəsi. Yuxarıda biz verilişimizin canlı linkini yerləşdirmişik. Lütfən paylaşmanı, bəyənməni davam edin. Mən bunu hər verilişimizdə ona görə deyirəm ki, sadəcə xatırladıram. Bu sosial bir şəbəkədir. Və yalnız bu paylaşımlarla biz eləyə bilirik ki, digər dostlara ulaşa bilək. Ona görə də bu başdan hamınıza təşəkkür edirəm. Və minnətdaram hamınıza ki, zəhmət çəkirsiniz həmişə, hər zaman. Və çünki öz kanalınızdır və bizim də imkanatımız hal-hazırda budur. Dostlar, mövzumuz var. Və bizim bugünkü mövzumuz Amerika-İran müzakirəsi, eyni zamanda həm də İranın Zəngəzurda hərbi manevri. Əgər imkan olarsa, mən qonağımızdan təbii ki, Antalya diplomasi forumu haqqında da suallarım olacaq. Və elanda da verdiyimiz kimi verilişimizin qonağı dəyərli Əjdər bəy Tağızadədir ki, təqdimata ehtiyacı yoxdur, tanıyırsınız. Və birazdan söz veriləcək Sayın Əjdər bəyə. Mən qısa, istər-istəməz bir giriş etmək məcburiyyətindəyəm. Çünki mövzunun açılması ilə bağlı bəlli olsun ki, təxminən hansı istiqamətdə bizim söhbətimiz olacaq. Və elə dünəndən başlayaq. Dünənləri bildiyiniz kimi Umanda İran və Amerika müzakirə etdi. Trumpın təhdidindən sonra nəhayət ki, masa arxasına çəkə bildi. Bilirsiniz ki, Xameneyi söz sahibidir İranda və onun sözünün üzərinə sözdə yoxdur. O təkidlə demişdi ki, videosunu dəfələrlə də yaymışıq, sanıram yaymağa da ehtiyacı yoxdur. Dəfələrlə təkid etmişdir ki, Amerika ilə heç bir halda müzakirə olmaz, xüsusilə Trumpla. Yəni bunu özəl vurğulamışdır ki, Trumpla heç olmaz.
Amma deyilənə görə Əmniyyət Şurası, onun rəhbəri, parlament sədri, İranın Cumhurbaşqanı, məhkəmə sədri və digər silahın müəyyən insanları, yəni komandırları yığılıblar, gedib Xameneyi ilə danışıblar ki, vəziyyət sizin düşündüyünüz kimi deyil. Bunlar bütün var gücü ilə ordu çəkiblər, ətrafımız doludur ordu ilə və ən müasir silahlarla. Ona görə də bizim müzakirədən başqa hər hansı bir çarə yolumuz yoxdur. Ona görə də müzakirəni başlatdılar. Yəni bu, biz rəzil bir şəkildə İranı çəkdilər müzakirəyə. İran əslində müzakirəyə getmək istəmirdi. Amma siz təsəvvür edin ki, bir tərəfdən 46 ildir. Ölüm olsun Amerikaya deyir, ölüm olsun İsrailə deyir. Və biz Amerikanı ayaq altında qoyarıq. Təhrimlər, sanksiyalar bizə təsir göstərə bilməz. Biz məntəqədə gözümüz güc sahibiyik və s. Amma yapışdılar qulağından, çəkdilər, gətirdilər, oturdular masa arxasında özdə birbaşa. Və şərtlərindən biri də bu olub ki, hətta deyilənə görə yalvar yaxarla bunu Trumpdan istəyiblər ki, ən azından bu birbaşa müzakirə deyilməsin. Dolayısıyla müzakirə. Yəni bu və mən nəyə görə bunu hətta qərb mediasında bunu tutmuşam. Yəni ehtiyacı yoxdur orada yazılar ki, qeyri-müstəqim müzakirə. Yazmalıdırlar ki, müzakirə. Əgər burada İran özündə də birinci qeyri-müstəqim müzakirənin üzərində dayanırlar. Ona görə ki, istəyirlər ki, yəni şərtdir. Bizdə müəyyən güzəştlərimiz var, siz də bu işi bizə görün. Yəni bilirsiniz, İranın hər zamanki aptal apardığı siyasət. Sən əgər biri ilə müzakirə edirsənsə, masa arxasında oturursansa, ged üz-üzə otur danış. Və daha rahat bir şəkildə. Amma mən müəyyən bir araşdırmalar apardım özüm üçün ki, birbaşa və başa bu qeyri-müstəqim müzakirələrin anlamı nədən ibarətdir? Onu təxminən belə deyərəm ki, İran üçün eləyə bilmir. Oradakı, məsələn, İranın Xarici İşlər Naziri Abbas İraqçı ki, və onun müavinləri və bir heyət ki, oradadır, özləri üçün qərar verə bilmir Amerikanların suallarının qarşısında. Ona görə bunlar müzakirə zamanı İranda da bir ekip oturur orada, birbaşa bunların müzakirələrini dinləyir və oradan Abbas İraqçıya deyirlər ki, cavabın nə olacaq, bunu qəbul et və yaxud bunu qəbul etmə, ona görə vaxt almaq üçündür. Çünki gözbəgöz müzakirədə, üz-üzə oturursan müzakirədə, sən məcbursan cavabı verəsən. Ya budur, ya o deyil. Yoxsa o dayan doldurum tüfənglər kimi gözlə gedim görüm ağa nədən, nə deyir, ya o fərqlidir. Amma Trump açıq şəkildə elan etdi ki, mən Steve Witkoffa tam bir ixtiyar vermişəm, səlahiyyət vermişəm və o danışır. Ona görə də bunlar çox rahat bir şəkildə Amerika tərəfi bilir nə istəyir. Çünki müzakirələr də qısadır bildiyiniz kimi, yəni zamanı qısadır və burada konkretlik, yollar da bəllidir. İki yol qoyublar İranın qarşısında, ya müzakirə, ya da hərbi yolla nüvə proqramını dağıtmaq. İndi hələlik bütün o Zoom nüvə proqramının üzərindədir və Amerika nümayəndəsi də 2 saat yarımlıq müzakirədən həman sonra bir açıqlama verdi. Dedi ki, müzakirələr müsbətdir və hətta Trump özü də açıqlama verdi. Dedi, aldığım xəbərlərə görə müzakirələr müsbətdir və davam edəcək 6-cı gün, gələn həftə 6-cı gün hələ bəlli deyil, harda, çox güman Avropada olacaq. Ona görə də hətta həman Steve özü elan etdi ki, dedi, İranın nüvə proqramlarının cəmləşdirilməsi, yığışdırılması prosesi başlayıb. Yəni siz təsəvvür edin ki, görün nə sürətlə, yəni bunlar artıq qərarlar verirlər. Və onun müqabilində də təbii ki, müəyyən sanksiyalar götürülür və sonra davam olacaq. İndi burada balistik raketlər var, İranın anayasası problemləri var. Yəni İrandakı millətlərdən başqa hər şey var. O ki, millətlər nəzərdə alınmır, bu aydındır, göz qabağındadır. Çünki heç kimin vecinə deyil, Amerikanın da vecinə deyil. Əgər sən dövlət dəyişirsənsə, dövlətin sənə zülm eləyirsə, hakimiyyətin sənə zülm eləyirsə, sən hər şey var, yoxu əlindən alırsa, lüt buraxıbsa, acsansa, gəl inqilab elə. Əlbəttə, mənim bir proqram olacaq, ola bilsin ki, gələn həftə acıların inqilabı. İran buna doğru gedir. O baxımdan da yəni mən bu qısa girişlə bildirmək istədim ki, təxminən vəziyyət durum nə yerdədir ki, davamını Sayın Əjdər bəylə davam edəcəyik. Sayın Əjdər bəy, təşəkkür edirəm bir daha verilişimizdə iştirak etdiniz. Sağ olun, var olun. Məsələ buradadır ki, indi mən də sizin simanızda
Əziz millətimizi, Türk millətini, Azərbaycan türklərini, özəlliklə Azərbaycanın güneyində yaşayan millətimizi salamlayıram buradan. İndi tarixin və dünyanın yenə də bir döngəzinə yetişmişik biz. Və yaxud da siz söylədiniz, 1945-ci, 46-cı ildə o zaman dünya demək ki, formalaşırdı, yeni düzən o dövrə görə gəlirdi. Və bir hay-küy qopartdılar ki, Azərbaycanda da milli hərəkat var idi, formalaşmışdı, yerini alırdı. Bir hay-küy qopartdılar, ay 3-cü Dünya Savaşı gəlir, ondan sonra ay Tiromen düyməyə əlin basacaq, ondan sonra nüvə silahı partlayacaq filan filan filan. Və demək ki, o zaman da düşdü ağızlara ki, 3-cü Dünya Savaşı Azərbaycandan başlanacaqdı və böyük bunlar xeyir iş gördülər ki, bunun qarşısını aldılar və Azərbaycanı qurbanlıq quzu kimi verdilər. Bir tərəfdən Sovetin əlinə, bir tərəfdən Amerika başda olmaqla Pəhləvi sülaləsi, Fars şovinistləri Azərbaycanı hücuma keçdilər. Böyük bir milləti, bunu Amerikalıların özü deyir, sənədlə, sübutla böyük bir milləti genosid siyasətinə məruz qoydular, öldürdülər, qırdılar, sürgünə göndərdilər. Azərbaycanın, böyük Azərbaycanın, tarixi Azərbaycanın demək ki, demək olar ki, bir türlü axırına çıxdılar. Yəni bir dənə də oyun ortaya atdılar ki, sonralar da ay Stalin dedi, mən deməmişdim, Molotov dedi, belə söhbət yoxdur, Amerikadır. Ay dedilər, Trump heç belə atom nüvə silahı söhbəti olmamışdı filan, amma ortaya attılar o zaman bu söhbəti ki, demək ki, dünyaya da bunu yaymışdılar. Şiaxçılıq edirlər də belənsi məsələ ilə və Azərbaycanı demək ki, pis günlərə qoydular və bu gündə bu davam edir və siz də düz söylədiniz ki, hər şeydən söhbət gedir. Nədən söhbət gedəcək? Söhbət gedəcək bir avuc Fars etnik qrupundan ki, kökü bəllidir, tarixi bəllidir, hər şey yalandan bir-birinə yapışdırır. Bunları gətirənlər də bilirlər ki, bunları gətirənlər tam bilirlər və o son 200 il içində bunlar nə cür qorama əzadları bir-birinə yapışdırıblar və bu Fars şovinistlərini gətiriblər. Bir dövlət oğurlayıblar, veriblər bunların əlinə və bu 100 ildən də keçdi, istər bu indiki rejim, istər o birisi rejim, bu günləri, bu İran adlanan yerdə gətirdikləri rejim və gəlişmələri budur, bu rejimdir. Adam yeyən bir rejim, dünyaya demək ki, terrori yağdırır, adam oğurlayır, diplomat oğurlayır, ondan nüvə silahı filan filan. Yəni etibarsız bir rejim, qeyri-məşru bir rejim ki, onun başında duran, Fəqih Usul İdarəsinin başında duran Seyid Əli hələ axtarışdadır. Dünən sırağa bir keçən həftə içində idi ki, bu Arjantinada olan o prokuror yenə də bunu sanksiyaya qoydu və bunu demək ki, axtarışa verdi. Bu adam fitva verib orada AMİA'da, deyək ki, Buenos Aires'də getdilər, bomb partlatdılar, 87 nəfər adamı öldürüb, 300 nəfər yaraladılar. Birbaşa Xamenei, Rəfsəncani, ondan sonra o birisilər hamısının əli var, vilayətinin, onun hamısının əli var bu işdə. Amma əmri verib Seyid Əli Xamenei. Bu məsələdə də bunlar da, indi bunların bəzilərinin, bunların demək ki, o tətikçilərinin bəzi qocalıb, misal üçün o qərəzi. İndi ağzı açılır deyə haralarda kimi nəzr öldürdük, ondan sonra xarici teröristlərdən, cinayətkardan istifadə elədik. Adamlar bilir də, bilənci və sonra da bunlar çıxıb deyir, yox, onun başına əməliyyat ediblər, yalan elə deyil. Elə deyil. Yəni, və bir tərəfdən də o Pəhləvi sülaləsi kimin bu günləri çıxırlar, bəzəyirlər, düzəyirlər Vaşintonda Ağ Evin qabağından belə, demək ki, bu Pəhləvidən də qalmış bir dənə oğul beçələri var. Hər gün Ağ Evin ətrafında, konqresdə, orada, burada. Əgər bu Pəhləvi sülaləsi belə yaxşı idirsa, və nə oldu bu Məhəmmədcanın özünü Amerikada qovaladınız? Özü də deyir, ay xəstəyəm, öləyəm, qovaladı, gizlincə çıxartdınız, dediniz, buradan dəy üzü var. Ay sığır deyir, 40 milyar dolar pul gətirmişəm, filan gətirmişəm, pulalıq eləmişəm, ondan filan filan və qovaladınız. Getdiniz o Bahamasda filan, oradan da elə əmr eləmişdiniz ki, Ömər Torikosa ki, bunu Sato Qotuzada götürsün, aparsın, ölüsün İran adlanan yerə. İndi nə oldu birdən-birə demək ki, bu Pəhləvisindən qalan demək ki, adamı çəkirsiniz ora belə bu günləri və yaxud özünüz Amerikalıları terror eləyənlər, xalq mücahidləri, diplomatlarınızı terror eləyənlər və tam cinayətkar, tam terrorist bu rejim demək ki, elə bil ki, bir dənə qara pulun 200-üdür bunlar. Onlar çəkirsiniz, ay konqresdə, konqresmenlər görüş aparırlar, imza atırlar, bunlar demokratdır, and olsun bebelə, and olsun filan Qurana ki, bunlar demokratdırlar, götü aparın da demokratdırlar. Və demək ki, İran adlanan yerə, İran adlanan yer bir dənə bir avuz Farsdan ibarət deyil. Hansı bir kiçik etnik qrupdan ibarət deyil. Buranı oğurlayıbsınız və biri də sıxıb soruşar, bəs buranın yiyəsi kimidir?
Burada kimləri yaşayıb? İndi gedib eşirləri arxeologlar. Çıxardırlar. Demək, burada demək 2000 il, 3000 il bundan. Demək, burada millətlər yaşayıb, dövlət yaradıb. Burada türk yaşayıb. Bu türlər dövlətlər yaradıblar. Hər bir şeyi nə qədər oğurlayıblar bu illərin içində. Nə qədər satıblar, nə qədər belə bu xarici ölkələrə bağışlayıblar. Qacar dövlətindən başda üzüyü ayına. Qutaran da deyil. Elə demək, hər bir şey oğurlayıb talayıblar. Pəhləvi sülaləsinin, Fars şovinizminin dövlətçiliyi və bunun hakimiyyətləri bu mallalar da başda olmaqla Məhəmməd Rıza da və bunun ətrafındakılar fərq etməz. Qadınlı, erkəkli hamısı oğurdular. Küllü muzeyləri, ondan tarixi, yeraltı, yerüstü nə var oğurlayıblar. Və bu da bir millətin tarixidir. Azərbaycanın, Azərbaycan türkünün tarixidir. Burada bir millət var. Və Cavad bəy deyəndə də bəlkə biri deyişiləndə belə söhbətdir, söz gəlişi deyirlər. Elə deyil. Burada bir böyük millət var ki, və özəlliklə 200 ildir ki, savaş yürüdür, parlamentarizmi gətiribdir və demək ki, burada çalışıb ki, demək ki, məşruiyyət yaratsın öz dövlətinin içində və elə o məşrutədən üzü bir yana, bunlara demək ki, Azərbaycan türkünə, Azərbaycana əlizdən nə gəlib eləyibsiniz? Yaxşı, qardaş, Amerikalılar, biz Amerikaya qarşı savaşmırıq ki. Mən bunu kongresdə, bu kongres mənə və sonra Amerikada yetkililərlə görüşəndə söyləmişəm. Demişəm, gəldiniz, Şivarskov oğlanın başındaydı. Məhəmməd Rıza orada bir dənə cıqqılı oğul beçəydi. Bilmirdi, ələ salırdılar. Qavam oğlum deyə buna fışdıraq atırdı. Gəldiniz, düşdünüz qabağına, qoşun düzəltdiniz, rencerləri gətirdiniz. Azərbaycanda qurban elədiniz o gələcəkçi soğuq savaşa. Azərbaycanı qırdınız, dağıtdınız. Bir adam da mənə baxa-baxa dedi, bəli elədik. Dedim, niyə? Dedim, milli mənafeyimiz icab edirdi. Milli mənafeyimiz haradadır? Hardan başlanır? Biz türlərin milli mənafeyi, biz dost, düşman. Dost, düşman hamısına deyirəm. Bizim milli mənafeyimiz hardan başlanır? Arazdan başlanırmı? Dərbəndən başlanırmı? Hardan başlanır? Bunu biz bilək və yaxud qonşularımızın ürəyinə dəyməsi. İğdırdan başlanırmı? Ağrıdan başlanırmı? Hardan başlanır? Biz bunu bilək də bu günləri bir dəstləri də haqqı-ozaqı çəkərək ellədim siz bu tərəfə, Qəndildən, dağlardan bu tərəfə. Onlar da bu dəfə demək ki, demək ki, gəlmişik, jən, jina, nəmnəmənə, qadın həyatı, qadın zadı bir yandan. Və o birisi tərəfdən də demək ki, Navruz filan tökülüblər hərəsində tumanının altında 7 dənə silah. Kompara, ondan sonra narıncay və bir iddədə çıxıb deyirlər ki, bunlar məzlumdular. Baxı, biz bunu gördük, bu ermənini də burada yerləşdirəndə, qablaşdıranda burada Osmanlı dönəmindən, Türkiyə Cumhuriyyəti dönəmindən və sonra da bu İran adlanan yerdə olan, hətta bizim özümüzünkilərin səhvi ucbatından yerləşdirdilər Qarabağa. İndi də qutarmaq olmur hələ bunlardan. Qutarmaq olmur bunların əlindən. Millətimizə nələr səhdirdilər. Və bu günləri ki, tarixin bir dənə həssas bir döngəzidir. Yeni düzən gəlir, ondan sonra Orta Doğu projesi gəlir. Yaxşı, bu Orta Doğuya proje gəlir. Yeni düzən gəlir. Yaxşı, burada kimlə söhbət edir? Dağdan kəsəkdən söhbət etsə, bizim torpaqlarımız, yerimiz bəlli. Yaxşı. Əgər bir millətdən, insanlardan söhbət gedir, nə oldu ki, demək ki, səhər bir dənə farsa, bir dənə soğuq dəyməmiş, ya damdan demək ki, kimsə büdürəyib, şeflərin sokağa düşməmiş, Vaşintonda, Avropada, İngiltərədə xəbərlər zır, bir dənə fars düşüb ölüb, xəbəriz yox filan. Amma Azərbaycana gələndə bunların beynəlxalq hüquqlardan, ondan sonra nə bilim insan haqları filan hamısı gəlir demək ki, Tehranda həll eləyirlər və filan kəslərə də Nobel prisi də verirlər. Vay, İran adlanan yerdə insan haqları belədir. Danışırlar, ondan sonra öz aralarında höbürləşirlər, qutardı. Amma burada və əgər kimsənin ağlı başındadırsa, bir azcanan zəkası vardırsa, bir diqqətinə baxanda deyir, axı burada bir dənə bu Bermuda üçbucağına çeviribsiniz. Burada bir millət yaşayır. Burada bir ölkə var, burada bir millət var. Qorbudağını da qırıbsınız, paylayıbsınız. Necə ki, demək ki... Əgər imkan olsa, indi biz bu əslində yaxşı bir giriş idi. Biz müzakirəyə qaydaq. Mən istərdim ki, necə oldu? Yəni, əslində belə götürəndə Trump həm də İran üçün Süleymanın qatilidir də. Bunlar Süleyman üçün hər şey edərlər. Və dedilər də, hətta hökm çıxartdılar, idam hökmü çıxartdılar, terror eləyəcəyik kimi. Amma və Trumpla heç vaxt müzakirə xüsusilə etməyəcəyik ki, bu Xameneyinin sözüdür. Amma bunlar gəldilər, oturdular masa arxasında. Bunlar yəni əslində o sadəlicə də sıradan çıxan adamlar deyildilər. Və əlbəttə biz bunu deyə bilərik ki, Rusiya daha çox güvənirdilər ki, Rusiya son anda çəkdi qırağa. Dedi ki, bu məsələ bizlik deyil. Yəqin ki, Ukraynadan da o tərəfdən də puanlarını alıb şübhəsiz. Və eyni zamanda o gücdə də deyil Amerika, İsrail, Amerika və yaxud Avropa ordusunun qabağında dayanan. Nələr oldu birdən-birə
bunlar müzakirəyə həd edilər və getdilər Amerika ilə bir masa arxasında təkrar oturdular. Bunun səbəbləri nədir? Yəni içəri daxili zəf nədir ki, bunları bais oldu ki, yəni bunlar əslində bir növ təslimdir. Və bu müzakirənin nəticələrini necə təhlil edərdiniz? Qarşımızda olan təbii ki, həftələrdə də başlayacaq. Buyurun lütfən. Cavad bəy, bu giriş məsələsində niyə o cür mən söhbət elədim? Gərək hər kəsin yerini belirləndirəsən. Siyasətdə və tarixdə və hər də dünən nə olub və bu gündə nə ola bilər və nə olur? Demək ki, Qazzada dayandı bəyə savaş. Bu deyir, vurub sorur xəstəxananı gör. Trump dedi, bir biraz hakim salacı yox. Sonra sən gel işini gör. Və Ukraynada dayandı. O da suyumu da bugün vurdu, sorur. Vitkov da dünənləri İsrail günündə getdi adam Putinin yanına ki, yığışdır, biraz oradan işin olmasın. Sən burada demək ki, əli açıq qoymuşuq, qarışma. Rusiyanın da keçən həftə Xarici İşlər Naziri, rəsmisi, sözçüsü çıxdı dedi ki, İran adlanan yerdə əgər Amerika ilə bir toqquşma olacaq, biz qarışmayacaq. Bizim eləsi bir müqaviləmiz yoxdur. Bizim onlardan demək ki, o 20 illik, 25 illik bir müqavilə var, ekonomikdir. Çin də çəkildi, getdi, oturdu yanında ki, uzaqda. Yəni Tehran rejimi əgər ümidini ora-bura bağlayır və o birisi tərəfdən də. Yəni bu günləri Trump deyir ki, mən savaş adamı deyirəm, o da elə bu günləri də. O da deydilər ki, ay çəkilin, qırmızı dəniz getdi, ay hovsilər gəldi, Tel Avivi vuracaqlar filan necə. Qırır, yerdən yeksan eləyibdi. Yerdən yeksan eləyib və burada biz gördüyümüz Ommanda, ay bu otaqdan deyib bıcı, o otaqdan deyib filan, ondan deyib qapıdan çıxanda toqquşdu, day Vitkovla üz-üzə gəldi, day nə qayraq. How are you my brother? Sən də özünə necə? Sən bilmirdin bu Yahudidir bu Vitkov, kökdən Yahudidir, bunu bilmirdin. Lənətullah alal qazibəyn. Nə oldu? Yahudinin kökünü dünyadan kəsmək istəyir. Hələ dövlətin yox, kökünü. Bir dənə Yahudinin diri qalmasına Xamenei deyir ki, əslahu əbəda. Yəni hamısını silah qutaraq Hitler görə bilmədiyi işi. Və deyir, demək ki, hə da üzbəyiz görüş olmadı. Ondan sonra biz belə yazdıq kağaza 2 saat yarım içində. O adam 3 dəfə getdi, o kağazı apardı, ora kağazı gətirdi. Yəni dünyanı belə səriyiblər. İnternet dünyası, texnik dünyası, gizlinə demək ki, yollamağa imkanlar. Üstətir yazırsan Washingtondan Tehrana aldıq yəni. Bu tərəfdə getdik. Ay dünyaya belə və nədəndir burada medianın, mətbuatı? Nə oldu bə Amerikanın demokrasisi? Nə oldu bə bu krallar hara getdi? Ay bura demək ki, təhlükəsizlik məsələsi vardı. Ay demək ki, Vitkov gələcək oraya kim? Bəllidir, ekip əraqsı ilə bəllidir kim gedir ora. Ondan kimlər də gedir ora. Söhbət də bəllidir. Deyir ki, yığışdır, sırcındırını yığışdır. Burada 2 dənə lotu olmaz. Yığışdıracaqsan. Mənim mənafeyimə toxunursan. Mənim stratejik mənafeyimə toxunursan belə. Mən sənə qoymayacağım burada. Çıxmışdılar, bu İran adlanan yerdən kommunisti, ondan sonra dinçisi, dinsizi, Amerikada oturanı, Kanadada oturanı, Tehranda demək ki, Xameneinin yanında yuvarı eləyənlər. Görürsünüz, day İran hara gəldi yetişdi. Əhmənilər röyası Çin oldu. 5 dənə ölkənin baş kəndini tutmuşu Qasım Süleymani, Ariyo Bərzəndi. Hamısı. Sən deyə bilərdin ki, Qasım Süleymani bu cinayətkar adam yiyən, daxil, xaric minlərcə adam öldürür bu adam. Və bəzi hətta təəccüblisi budur ki, bizim dost ölkələrdə də, elə ki danışırsan ki, bu İran adlanan yerdə, bunlar 10 minlərcə adam öldürüblər. 10 minlərcə adam öldürüblər, Türkü, Farsi, Ərəbi filanı, belə də baxırlar, deyirlər ki, nə olsun ki, adamdır da, hətmən. Və nə olsun, güneydə adam çoxdur da, öldür. Hə, demək ki, sonra nə oldu? Sonra da gəldilər, vurdular, demək ki, sordular, götürdülər. Deyəndə, oktyabrın 7-sində Tehran rejimi gəlib Çoğlan təpələrinə çıxmışdı. Oradan da Xamenei gülür, indi düşüb Türkiyə kimin tələdədir. Oradan deyildi ki, 150 min dənə füzə vardı zaten Livandan. Ondan vuracaq Hayfanı İsrail yerinə yeksan eləyəcək. Oradan Sənvara dedilər ki, sən get qabağa, bax bu paragreyderlərlə daldan gələcək, qorxma. Bu pır, bu da hər nə istəyirsən. Və bir yandan Həşədil Şəbi Kətayı bilən İraqdan fırladırlar füzələri. Amerikalıların özlərinin demək ki, qanını şüşəyə tutmuşdular. Və məsələ budur ki, bunlar qırmızı xətləri o qədər keçmişdilər ki, ona görə də İsrail burada Amerika dəbərənəcək, Biden hökuməti özünü yığışdıranacaq. Onlar da öz işini görürdü. Belə də deyirdi ki, Amerika dövləti doğrudan da belə ay Biden dövlə deyirdi. Bugünkü Trump'ın yürütdüyü siyasəti bir hissəsi Barack Obama'dan demək ki, bu o dövlət 100 il gələcəyi nəzərə alır. İndi birisi gəlir, biraz sürətləndirir, biraz demək ki, onu geriyə alır, birisi önə alır, o başqa. O zamandan bu məsələ gedirdi. Yarım qalmış bəzi projelər var idi.
İndi bu adam da demək ki, Trump da deyir da siz qorxanızı çox uzadıbsınız. Amma sadəcə bu günləri İran adlanan yerdə hamı gözləyir ki, Trump gəl də yapar da bu rejimi. İti bizdə deyərlər, bizdə Azərbaycanda deyərlər, iti öldürənə sürütdürərlər. Gətirmişdiniz Xameneyini. Gətirmişdi bu gözlərimin qabağında 95%, 98% ağa gəlir. Əli hökuməti gəlir. Əgər İbn Mülcəm o demək ki, Əli ibn Talibin başına o məsciddə vurmasaydı o qılıncı, indi də bizdə Əli hökuməti idi. Bilirsiniz nə mənə idi? Gecə gündü hələ bu gətiriblər bu quş qondurmazı da. Əli deyir, Maliki Əşlər deyir, 1500 il bundan qabaq filan. Bu Əli hökumətidir də. Şəriətidən tutmuş, ondan sonra adı nədir o, fədaiyan İslamdan tutmuş, hamısının, Xumeyninin də, bu Xameneyinin də yaratdıqları terror dəstələri. Bu İran adlanan yerdə inqilabdan qabaq terror dəstələri bulan vardı. Bu Xameneyinin, bu da Əli hökumətidir. İndi nəyə mələyirsiz tazədə aytıram ki, yapar? Qalxın ayağa, deyin ki, istəmirik. İstəmirik, rədd ol tüpürcə altında qalarlar. Mallah hikayəti bağlansın və onunla belə Fars dövlətçiliyin də irticaçı, geri qalmış, mürtəzi, parlamentə, cumhuriyyətə, demək ki, gəlişməyə, insan haqlarına, qadın haqlarına, uşaq haqlarına və türk millətinə qarşı olan bir dövlətçilik ki, 100 ildir bu türkün yaxasına sancılı bəl çəkmiş irticacıdır, mühümmatçıdır. Biz demokrasiyadan yanıyıq. Hər kəs demokrasiyaya qarşıdır, biz ona qarşıyız. Biz sekularizmdən yanıyıq. Biz parlamentarizmdən yanıyıq. Bizim demək ki, öndərlərimiz, keçmişlərimiz cumhuriyyətçilik gətiriblər, parlament gətiriblər. Dünyəvisini dünənləri Cənab Ersin Tatar, o demək Kuzey Kıbrıs Türk Cumhuriyyətinə, öyle Antalya'da söyledi. Dedi biz sekularizmdən bir adımda geri atmaq deyil. Sekularizmdən. Yəni hamı bilir harada nə deyir. Sayın İlham Əliyev də elə vaxtında Üzbəkistanda açıqcasına deyir, sekularizmdən geri atmaq və bu 40 milyon. Amma hər tərəfdən bu İlham Əliyevi deyirəm. Sıxdılar ki və sıxırlar ki, o 40 milyonun adını çəkmə, nə oldu? Demək ki, Suriyədə sən demək ki, Duruzidir, ondan sonra Ələvidir, ondan sonra Kürdlər, Mürtlər, hamının haqqı var. Təhsə Türkün özəlliklə Azərbaycan Türkünün demək ki, haqqı yoxdur Azərbaycanın güneyində. Nə oldu? Və nə demək ki, hamıya haqq var, güneyliyə gələndə ən yaxşı halda görürsə tapılır sokaq adamları. Hələ siz güneylilər də gözləyin, biraz da gedin bu Tehran, İran adlanan yerdə amandır ya, bunu Türkiyədən deyirlər, akademiklər, siyasətçilər. Ay demək ki, İran adlanan yer dağılsa, onda demək ki, Kürdistan bağımsızlığını demək ki, qoyacaq. Sən onda Türkü görmürsən orada. Küll İran adlanan yer Türkdür və Azərbaycan bunun başını çəkir. Nə görür, nədən hüquqdan qorxubsuz? Nəyə qorxursunuz belə? O da demək ki, gedib o bəbək qatilini sizi çıxardıb gətirəsiz, oturasınız Böyük Türkiyə Millət Məclisinin başında. Oturdubsuz da, Sırrı Sürəyi orada oturub da, dünən də demək ki, İsrağa gündə, daha İsrağa günü üzr istəyəm. Sayın Erdoğan ələlər saraydaydılar da, həmin o Kürd, həmin adam öldürür. Qardaşı Qəndildədir, özü İmralı ilə demək ki, qırxlar arasında. Sürrü Süreyya. Bu terörist də bu Kürdür da gəlib dövlət ərkanının başına. Diyarbəkirdəki oyunlar bəs ölmüş indi də. Amma məsələ budur ki, demək ki, Azərbaycanın güneyinə rəsətə yazıb, orada demək ki, bir racon kəsmək, ey güneylilər, siz cəsarətiniz vardısa, hürlüyünüz vardısa, kişiliginiz vardısa, 40 milyon Türkün adını çəkin. 40 milyon deyirəm, adını çəkin. Gördünüz o şapalaq Urmiyədə, nə Kürd qaldı, nə irtica, nə molla, nə filan. Dalı gələcək bunun, ardı gələcək bunun. Ona görə qorxurlar, demək ki, Ommanda, məsləhətdə gizlədirlər çox söhbətləri. Danışıqların çox, söhbətin çoxu gizli qapılar arxasında gedir, qapalı qapılar arxasında gedir. Tehran rejimi təhsil o füzə, elə bilirsiniz ki, Xameneyi qorxur ki, 5 dənə füzə şahara deyil, mənim başıma vurmun. İran adlanan yer, harasına vurursunuz, vurun. Haranı dağıdırsınız, dağıdın. Amma məni vurmayın. Mənim hakimiyyətim qalsın. Bunlar da deyirlər ki, hamısı. Trump təzə gəlib, 40 ildir, hələ bu yaxın 40 ildə daxil, xaric, bunların hamısı ta Pentagona kimi də getdi, soxuldular bu farslar, casusları, AQB, Xarici İşlər Naziri Nəcək. Amandır, dəbərtmöyünü İran adlanan yer parçalanacaq, tamamiyyəti ərzi gedəcək. Tehran rejimi də, bax bu rejimdə. Başda qoyub ki, bizim tamamiyyət ərzi İran adlanan yerin bütövlüyü birinci qorunur. Orada da füzə söhbət deyil, elə söhbət deyil. Aynən demək ki, nüvə başlığıyla füzələr, demək ki, onlar hamısını vurur, Amerika hamarlayıb, İsrail də bilir hardadılar. Məsələ budur, burada millətlər söhbətidir, İsərdən söhbət gedir. Trump adı nədir? Xameneyi keçən həftə danışanda açıq dedi. Dedi, bunlar xaricdə bir şey eləməyəcəklər, çünki mallalar o cür qanat asanda güclü görsənirlər. Bunlar nə qorxaqdılar, nə qədər ki şarlatandılar, cinayətkardılar, elə də qorxaqdılar. Amerika ilə İngilisin qabağında da bunlar qulağı kəsilmiş tula kimi bir şeydilər.
Onların qarşısında bilirlər nə edirlər. Nə silahımız var. Bu günləri Xameneyi çıxış edirdi. O İnqilab Qvardiyasının cinayətkarlarına deyir ki, silahları gücləndirin. Hansı silahdan danışırsan sən? Hansı silahdan danışırsan? Amma məsələ budur. Deyir ki, bu İran adlanan yerdə dəbərtmür. Dəbərsöz bu palaz 7 yerdən cırıqdır. Bu cələk olacaq bu. Və burada əsas aparıcı millət kimdir? Azərbaycan türküdür. Və bir də bu millət bu türkün varlığına, gücünə, iradəsinə və demək ki, aşkarlığa çıxanda bunun varlığından qorxurlar. Səndə qorxu var. 6 milyon çıxdı, Sovetə meydan oxudu, əli yalın. Qara yanvarlar yaratdı. 30 ildə didişdi. Dövlətini yarattı. Türkiyə zərərlilədirmi? Deyir. Doğu Türkistana zərərlidir Türkiyənin, Azərbaycanın quzeyinin bağımsızlığı. Dünyaya zərərlidirmi? Kimə zərərlidir? Heç kəsə zərər verməyib ki. Bu günləri Azərbaycan, böyük Azərbaycanın, 40 milyonluq Azərbaycanın toprağı yerində, filan yerində və qapalı qapılar arxasında baxırsan danışıqlar gedir ki, yəni demək ki, fitva verirlər ki, üzü ayna. Hara itələyirsiniz bunları, bu kürtləri? Məsələ budur, danışıqların çoxu gizli gedir və Tehran rejimi ilə gizli gedir. Və Tehran rejiminin də ətrafında olan bu dəstələr ki, ay 3-cü dəstə, 4-cü dəstə, Həsən Ruhani dəstəsi, indi hamısı yavaş-yavaş, demək ki, yağış bir zərrə yağıb, göbələklər çoxaldı. Vaşinqtona da xəbər göndərirlər. Siz bir zərrə gicəldin bu Xameneyi dəstəsini, ondan bunun başını biz basacaq su altına, Rəfsəncandan da biz və hara? Ondan biz gələcəyik hakimiyyətə. Biz demək ki, gələcəyik, hər nə də söz eləyəcəyik. Nə imam, nə şəriət, nə Zeynəb məzarı, nə kimlər, elə söhbətlər yoxdur. Biz gələcəyik, işlərində çoxlu söhbətlər gedir. Amma məsələ budur, deyirlər ki, bu millətlərin, özəlliklə Azərbaycan türkünün və belə Azərbaycanın və yaxud da söz söylədir, Azərbaycan Cumhuriyyətinə, Türkiyə Cumhuriyyəti dövlətinə və belə bir dəfə Prezident İlham Əliyev dedi, 30 il biz sizə neynədik ki, nazuzu çəkdik, hər nə dedik, elədik. Hə, düz deyil. Amma görün, bunlar əl çəkdilərmi indi Mənsurun Zəngəzur məsələsində? Ay Cavad bəy, bir aydır, bir aydır, bu da Astaradan üzü bir yana, Mığana tərəf Tehran rejimi gətirib ordu dəstələrini orada oturdu. Ay demək ki, bu dağlarda, bu meşələrdə sən də yaxşı tanıyırsan, mən də. Bu meşələrdə yuxarıda İsrail dövlətinin bazaları var. Yaxın ölkələrin hamısına, Türkiyədə xəbərdarlıq elədi rejim ki, bax, aman, o məsələyə biz qayıdacağıq, o dönəcəyik, o ayrı bir mövzudur. Mən istərdim ki, dostlar... Mən bunu bitirib məsələ. Düz istəyəm bunu bitirib. Məsələ budur ki, belə yer göyə gedə, göy yerə gedə, gəlirsiniz, danışırsınız, ondan vuracaqdınız, vurmayacaqdınız filan. Amma buranın sahibi var, bura yiyəsiz deyil. Burada Türkiyə şeyi və çox dəbərsiz də, bu İran adlanan yerin hər yanı dəbərsiz, bu Tehran Türkdür. Və bu da o zaman deyir, bunu nə yerinə qoyursun? 45-ci illər deyir indi, bu millətlər ayıqdılar, bu millət ayıqdır. Bu güneydə bu millət bilir nədir? Ay sarığa, marığa, mühümata inanmır bu şeylərə. Aynən kommunistlər Moskvadan filan gələcək, ay filan deyəcək, ay oradan demək hansı mallacığa allanacaq, belə söhbətlər yoxdur. Çağdaş bir millət vardı və bunu da dost düşman da hamısı bilirlər. Və bir anda da, o keçən həftə Urumiyədə, bir anda da bu millət özünü göstərəndə elə bu idman demək ki, o salonlarında, meydanlarında bu millətdir. Görməyən əgər kördürsə, dəbərdim, görür sonra nə olacaq. Amma ehtiyatla hərəkət edirlər. Ehtiyatla, addım, al gülüm, ver gülüm və təəssüf olsun ki, bir iddə də güvənlicimiz dağlara da demək ki filan. Bir iddə də demək ki, elə 30 ili də, demək ki, güneydən bir söhbət çıxdı, hərəkatdan söhbət getdi, vırdız başından. Namərcəsinə vırdız başından. Özlə belə göstərdi, hər şeyi biz bilirik, hər şeyi nəzərə almışıq, heç kəs səndən gözünü deyib, boşun çəkəcək, ehtiyac yoxudur. Onların casusi əməşə demək, Bakıda, Türkiyədə teröristlər tutulubdur. Bu millətə bir işıq gəlirdi, bir hava gəlirdi. Məsələ bundan gedir və bu günlərdə Antalyada söhbətlər gedirdi. Hani orada güneydən olan təmsilçi, haradadır? Və mən dəfələrlə o Türkiyədə olmuşam. İndi belə hər yanı bətbərəni bağlayıblar ki, bir güneylinin, bir xaricdə, bir yerdə 2 nəfəri bir yerə bağlanmasın, yığılmasın.